Salam dəyərli izləyicilər, dəyərli futbol sevərlər, hər birinizi xoş gördük. Qarabağ komandası möhtəşəm bir futbolçu transfer edir. Eyni zamanda komandada köklü dəyişikliklər ediləcək. Qurban Qurbanov artıq ayrılıqlarına siqnalı verdi. 11 futbolçu Qarabağdan ayrılacaq. Bunlar kimdir? Bir qədər sonra yeni transferlə bağlı, həm də ayrılacaq futbolçularla bağlı xəbərləri sizin nəzərinizə çatdıracağıq. Olduqca möhtəşəm digər xəbərlər də var. Sona qədər izləməyi tövsiyə edirəm. Kanala abunə deyilsinizsə, abunə olub bildirişlər açıq tutun və şərhlər bölümündə də fikirlərinizi yazın. Bu arada Azərbaycan Kubokunda yarımfinala yüksələn 4 komanda Sabah Qarabağ cütlüyü və Turan Tovuz Zirə cütlüyü. Bu cütlüklərin qalibləri finala yüksələcək. Finalda isə qalib gələn komanda Azərbaycan Kubokunun qalibi olaraq Avropa Liqasına yol düşəcək. Sizcə finala hansı komandalar yüksələcək və Azərbaycan Kubokunun qalibi hansı komanda olacaq? Bu barədə fikirlərinizi yazın. Bu arada videonu da bəyənin, dostlarınıza da kanalımızı və videonu tövsiyə etməyi unutmayın. Mən isə məlumatlara keçid alın. Dəyərli izləyicilər, bir qədər öncə qeyd elədim, Qarabağ komandası yeni bir transfer reallaşdırır. Bu Qarabağın ikinci transferi olacaq. Amma ondan öncə Qarabağdan ayrılacaq futbolçular haqqında sizləri məlumatlandırmaq istəyirəm. Belə ki, Qurban Qurbanov artıq bir sıra ayrılıqların olacağının siqnalını vermişdi. O bildirmişdi ki, bizdən asılı olmayan səbəblərdən çoxsaylı dəyişikliklərin olacağı gözlənilir. Təbii ki, o bildirmişdi ki, biz komandanı qoruyub saxlamaq və daha da gücləndirmək istəyirik. Həmçinin bildirmiş ki, heyət ötən mövsüm geniş olmadığına görə 3 cəbhədə, yəni Çempionlar Liqası, Azərbaycan Premyer Liqası və Azərbaycan Kubokunda mübarizə aparmaq çox çətin olub Qarabağ komandası üçün. Ona görə növbəti mövsümdə çox geniş komanda yaratmaq istəyir Qurban Qurbanov və artıq Sabahın da rəqabətə qoşulması çempionluğunda Qarabağa hərəkəti keçməyə görünür vadar edir və Qarabağ komandası indidən çoxsaylı danışıqlara start verib. Bir futbolçunun transferi artıq realdır, dəyərli dostlar. Bir qədər sonra bu barədə məlumat verəcəm. Amma Qarabağ heç cür bəzi futbolçuları saxlaya bilmir. Bunlardan biri də Addayidir. Britaniya mətbuatı da bu günlərdə maraqlı bir iddialı bir xəbər paylaşıb. Bu günlərdə deyəndə hətta bu gün paylaşıb bu xəbəri. Bir neçə İngiltərə klubu Qarabağın hücumçusu Emanuel Addayini transfer etmək istəyir. İngiltərə klubları. Bu barədə Britaniyanın Football Insider saytı məlumat yayıb. Bildirilir ki, daha əvvəl Almaniyanın Eintracht klubu qış transfer pəncərəsində Adday üçün təklif göndərsə də rədd cavabı alıb. Buna baxmayaraq Bundesliga təmsilçisi futbolçuya marağını qoruyur. İtaliyanın Napoli klubunun da 24 yaşlı Wingeri izləyən komandalar arasında olduğu iddia edilir. Addayi bu yay Qarabağla müqaviləsini başa vuracaq. Bu səbəbdən o azad agent kimi istənilən klubla ilkin müqavilə imzalaya bilər. Yazıda qeyd edilir ki, son aylarda Addayinin nüfuzu xeyli artıb, sürətli və texnikalı Winger Qarabağın Çempionlar Liqasının playoff mərhələsinə qədər irəliləməsində mühüm rol oynayıb və turnirdə Chelsea, Napoli, Ajax kimi rəqiblərə qarşı oyunlarda diqqət çəkib. Onun yaxşı forması ölkə daxilində də davam edir. Addayi həftə içi keçirilən maçda 2 qol vuraraq Qarabağın Azərbaycan Kubokunun yarımfinalına yüksəlməsinə kömək edib. 24 yaşlı Wingerin bu ay Qananın milli komandasına dəvət alacağı da gözlənilir. O yayda keçiriləcək dünya çempionatında qrup mərhələsində İngiltərəyə qarşı oynaya bilər. Addayi bu mövsüm Çempionlar Liqasında da fərqlənib. O turnirin liqa mərhələsində Kopenhagenlə maçda, hansı ki, həmin maçda Qarabağ komandası 2-0 hesabı ilə qələbə qazanmışdı və qollardan birini də Addayi vurmuşdu. Dəyərli dostlar, bax belə, Addayi Qarabağda qalmamaqda fikrini artıq qalmayacağı fikrini artıq rəhbərliyə də, Qurbanova da çatdırıb. Digər xəbər isə Bikalyo ilə bağlıdır. Yavaş-yavaş azarkeşlərin sevilməsinə çevirən Qarabağın əsas dayaq yarım müdafiəçilərindən və onurğa sütunlarından biri Petro Bikalyo Fiorentina klubunun hədəfindədir. Prezident Giuseppe Commisso Bikalyonun oyununu xüsusilə bəyənib və onun üçün Qarabağa rəsmi təklif göndərməyə hazırlaşırlar. Qeyd edim ki, Bikalyonun Qarabağla müqaviləsi 2028-ci ilə qədərdir. Dəyərli dostlar, Qarabağdan ayrılacağı gözlənilən
Digər futbolçu isə Fabian Buntis'tir. Düzdür, Fabian Buntis qış transfer pəncərəsində də Qarabağdan ayrıla bilərdi. Lakin həmin vaxtı son anda Fabian Buntis'i istəyən komandalar təklifləri geri çəkmişlər. Çünki Fabian Buntis oyun praktikasından əziyyət çəkirdi. Həm də Şərəfdin Məhəmmədəliyevin zədələnməsi ilə Qarabağ komandası Fabian Buntis'i buraxmaq istəməmişdi və onun üçün tələb olunan təzminatın miqdarını artırmışdı. İndi isə Fabian Buntis'in yeni variant yaranıb. Qazaxıstanın yüksək liqa təmsilçisi Aktober klubu da məhz Fabian Buntis'in Almaniyalı qapıçının xidmətində maraqlıdır. Gözlənilir ki, icarə əsasında Fabian Buntis Aktoberdə çıxış etsin. Bundan əlavə Qarabağın heyətində hal-hazırda ekranda gördüyünüz bu futbolçuların bəzilərinə çoxsaylı təkliflər var, bəziləri isə Qarabağ üçün maraqlı deyil. Məsələn, Şərəfdin Məhəmmədəliyev uzun müddətdir zədədən əziyyət çəkir, yayda onun müqaviləsi başa çatır və transferi müqaviləsi uzadılmayacaq dəyərli dostlar. Müdafiə xəttində Sami Emami yayda dəqiq göndəriləcək Dinamo Zaqrebə. Bundan əlavə Bədavi Hüseynov da karyerasını başa vuracaq bu yayda və Bəhlul Mustafazadə bilirsiniz uzun müddətli zədələnib, amma onun legioner həyatı yaşamaq istədiyi bildirilir və ola bilsin ki, Bəhlul Mustafazadə hansısa xarici kluba keçsin. Amma o qədər də real görünmür, amma müdafiə sırasında Bədavi, Kriskaku, Bədavi, Sami Emami mərkəz müdafiəçiləri məhz Qarabağdan ayrılacaqlar. Bundan əlavə Elvin və Tural üçün də çoxsaylı təkliflər var və gözlənilir ki, onlar da ola bilsin ki, hansısa klublara keçsinlər. Amma bu, yəni o qədər də real görünmür. Müəyyən qədər sadəcə təkliflər var, o təklifləri dəyərləndirə bilər Qarabağ komandası. Qnalinin də gəlməsi Qarabağa imkan yaradır ki, bu futbolçulardan hər hansı birini sata bilər. Və Kriskaku Qarabağdan çox güman ki, icarəyə veriləcək, amma yaxşı təklif olarsa, müəyyən təzminat qarşılığında Qarabağ Kriskakunu da buraxacaq. Bundan əlavə qeyd edim ki, Marko Yankoviç üçün çox ciddi təkliflər var. Pedro Bicalho, Marko Yankoviç, hər iki futbolçu Qarabağın əsas sütunlarından biridir. Və Abdullah Zubir hələ ki Qarabağda karyerasına davam edəcək. Hücum xəttində Kamilla Durana çoxsaylı təkliflər var və Aleksey Kaşuka da təkliflər var. Əslində Aleksey Kaşuka Ukraynadan təkliflər var, amma Kaşuk Ukraynada istəmir vətəninə qayıtmaq, çünki hal-hazırda da vəziyyət heç də yaxşı deyil, bilirsiniz, Rusiya-Ukrayna müharibəsi ilə bağlı. Bundan əlavə Ramil Şeydəyevlə müqavilə uzadılmayacaq, yayda başa çatır. Onu da sizin nəzərinizdə çatdırım. Amma mən tövsiyə edərdim ki, Abbas Hüseynov, Musa Qurbanlının da müqavilələr uzadılmasın və yaxud başqa klublara icarəyə verilsin. Son 1-2 oyunda Musada bir tərpəniş hiss elədim, bir qədər elə bir irəliləyiş var. Amma uzun müddətdir ki, Musa Qurbanlı Qarabağ səviyyəsində bir futbolçu kimi özünü göstərmir. Siz nə düşünürsünüz? Hansı başqa futbolçular getməlidir və kimlər getməməlidir? Qarabağ hansı mövqelərə futbolçular transfer eləməlidir? Bu barədə fikirlərinizi yazın gəlsin. Bu arada Qarabağın keçmiş futbolçusu Nəriman Axundzadədən bir xəbər var. Onu da sizin nəzərinizə çatdırım. Daha sonra Qarabağın transfer məsələsinə qayıdacağıq. Dəyərli dostlar, Nəriman Axundzadə bildiyiniz kimi Amerikaya transfer olundu, Columbus Crew komandasına, amma uzun müddətdir ki, gedə bilmir. Amma artıq onun meneceri açıqlama verib ki, viza məsələsi həll olunub, gələn həftənin əvvəlində Nəriman Axundzadə vizanı alacaq və mart ayının 10-u, 11-i artıq Columbus Crew komandasının düşərgəsində olacaq. Biz də Nəriman Axundzadəyə uğurlar diləyirik. Ümid edirəm ki, Azərbaycanı uğurla təmsil edəcək və gələcəkdə Azərbaycanın ən tanınmış futbolçularından, ümumiyyətlə dünyanın bəlkə də ən tanınmış futbolçularından olmaq qismət oldu. Niyə də olmasın? İstedadlı, potensial olan futbolçu da özünü inkişaf elətdirsə, hər şey yaxşı olacaq. Biz də arzu edirik və uğurlar diləyirik. Qaldı ki, Neftçinin futbolçusu Murad Məmmədovun Kiprin Aris komandasına keçəcəyi ilə bağlı xəbərlər
dolaşırdı və Neftçi komandası bu xəbəri təkzib edib. Onlar bildirib ki, bizə heç bir rəsmi təklif gəlməyib və Murad Musayev ilə müqavilənin uzadılması ilə bağlı danışıqlar aparılır. Bax belə. Və Neftçinin digər yetirməsi İtaliyalı Lorenzo Mazzucato, hansı ki, hal-hazırda Sampdoria komandasının hücumçusudur. O bildirib ki, əgər Azərbaycandan təklif gələrsə, milli komandada oynaya bilərəm. Mən Azərbaycanda böyümüşəm və orada xeyli dostlarım var. Neftçini və Azərbaycanı sevirəm. Milli komandadan dəvət gəlsə, sevə-sevə Azərbaycan millisində çıxış edərəm. Təşəkkür edirik, biz də ən azından burada yediyi çörəyin, içdiyi suyun haqqını verilir, sağ olsun. Və Qarabağ komandasının gələk transfer məsələsinə, bəli, bu futbolçudan söhbət gedir. Jali Muadib ekrana gətirək dəyərli dostlar. Bax, bu futbolçu Qarabağa fayda verə biləcək futbolçudur. Çünki Qarabağın hansı ki sol cinah vingeri Abdullah Zübri artıq yaşlanır, Addayı artıq Qarabağdan ayrılmağı qəti şəkildə qərarlaşdırıb və həmin mövqe boşalır. Qarabağ komandası ən azı 2 futbolçu ora transfer etməlidir və yaxud heyətdə olan bəzi futbolçuların məsələn yerini dəyişə bilər sol cinaha. Dəyərli dostlar, bu futbolçunu Qarabağ komandası deməli sıralarına qatır. Bu barədə məlumatı sizin nəzərinizə çatdırım. Deməli, bu barədə məlumat Sport Infoda dərc olunub. Ağdam təmsilçi heyətini gücləndirmək istiqamətində növbəti addımını atıb. Son illərin dəyişməz çempionu 25 yaşlı Vingerə 3 üstəgəl 1 şərti ilə 4 illik müqavilə təklif edib. 2019-cu ildə Fransanın 19 yaşlardan ibarət milli komandasına çağırılmış və burada bir oyunda 1 gol vurmuş yara müdafiəçi Lille komandasının yetirməsidir. 2018-2020-ci illər aralığında bu klubun əvəzli heyətinə çıxış edib. Növbəti 3 ildə isə Angers B-yə məxsus olub. Bu müddətdə icara əsasında Avrançesdə tər töküb. 2023-cü ildə Rumuniyaya yollanıb Botaşani klubu ilə anlaşıb. 2 il burada özünü göstərəndən sonra ötən ilin yayında Kiprə üz tutub və hazırda Omonia Aradipu klubunun üzvüdür. Hal-hazırda futbolçunun transfer dəyəri 375.000 avrodur. Qeyd edim ki, sol cinah vingeri olsa da alternativ hücumçu kimi və sağ cinah vingeri kimi də çıxış edə bilir. Karyerasının hal-hazırda zirvəsini yaşayır deyə bilərik. Həm Mərakeş, həm Fransa vətəndaşıdır. Fransanın Lens şəhərində doğulub, boyu 1,81 m-dir, 25 yaşı var. Belə, bax, bu da Qarabağın transfer etmək istədiyi futbolçu. Sizcə bu futbolçu Qarabağa nə dərəcədə fayda verə bilər? Məncə fayda verə biləcək futbolçudur. Hər halda Qurbanov bu futbolçunu nəsə görüb. Oyunlarını da izlədim, pis deyil. Yəni, Abdullah Zübir qədər olmasa da, yəni gələcəkdə bəlkə də artırıb həmin səviyyəyə gəlib çata biləcək futbolçudur. Amma yayda Qarabağdan daha böyük transferlər gözləyirik. Çünki Qarabağın artıq bundan başqa variantı yoxdur, dəyərli dostlar. Yoxsa Qarabağın işi yaxşı olmayacaq növbəti mövsümlərdə. Sabah komandası daha da güclənəcək və mən əminəm ki, Neftçi və digər komandalarımız da daha da güclənəcəklər növbəti illərdə. Turan Tovuz, Zirə və yaxud digər klublarımız, Sumqayıt da bu sıradadır. Daha da güclü heyətə malik ola bilərlər. Siz nə düşünürsünüz? Qarabağ hansı mövqelərə transferlər etməlidir? Fikirlərinizi şərhlər bölümündə yazın. Bir də hansı klubun loqosunu bura əlavə edeyim, onu da şərhlər bölümündə yazın. Hansı klubun adı daha çox yazılsa, o klubun loqosunu da bura əlavə edəcəm. Belə, növbəti videoda görüşmək ümidi ilə hələlik dostlar.